Değerli müşterilerimiz, hoş gördük sizi. Böyle bir güzel bağ evimiz çıxıb. Bağ evi də demək olar Şağanda. 124 nömrəli məktəbin tam yaxınlığında. Magistral yola. Piyada ayağına 3 dəqiqə çatmaz. İnşallah evlə tanış edeyim sizi. Çok böyük, geniş evdir. Özünə tikili şəxs evdir. Belə gözəl həyəti, maşallah olsun. Çok geniş, güzel. 5.15'in sotun içinde yerleşir bu evimiz. Işıklar hamısı sensör kamera, her bir taraflı nezaret kamerası. Maşallah olsun. Güzel böyle baseynası. Həqiqətən əsl bağın vaxtıdır. Yay mətbəxdir, manqalisi, həyətində sanitar samuzel qovşağı. Bu evə baxdıqca adam doymur. Demək olar ki, milyonerlər məhəlləsindədir bu. Evin də maşallah olsun. Görünüşünə, baseynası. Həyətdə gördüyünüz kimi sanitar samuzel qovşağı, əlavə kombi evi, baseynası yenə deyirəm. Nəyə desəz bu evin qiyməti super qiymətli, çox gözəl qiymətli. İnşallah evin içindən sizi tanış edeyim. Geniş, gözəl. Şağan qəsəbəsi 124 nömrəli məktəbin tam yaxınlığında. İnşallah evin içini tanış edeyim sizə. Maşallah olsun. Girən də böyük bir dənə belə girişidir. Geniş, böyük bir dənə qonaq otağı. Maşallah olsun, maşallah olsun. Pərdələrində kimi hər bir şey var. İnşallah keçək aşağı mərtəbədən tam tanış edeyim size. Gözəl mərtəbə. Burada sanitar samuzel qovşağı. Bu evdə 3 dənə sanitar samuzel qovşağı içəridə. Çöldə isə bir dənə əlavə. Burada bizim geniş mətbəxtimiz, maşallah olsun. Çox geniş mətbəxtdir. Burada əlavə yeni həyətə çıxışı, kombisi, pitimütkası hamısı ayrı-ayrı. Kollektor sistemidir. Buradan da birbaşa yine çıxışı göstərim size. Burada çıxışdır gördüğünüz kimi. Yine həyətə, baseniyə çıxışı. İnşallah indi keçim size ikinci mərtəbəni göstərim. Yəni evimizi bu evimiz kimi aldım. Latariya. Famil demişken sürpriz. İnşallah ikinci mərtəbəni baxıb göstərim size. Geniş. Pləkan hamısı kermogranitlə yığılıb. İkinci mərtəbəni tanış edeyim. İnşallah ikinci mərtəbəsindən tam tanış edeyim size. Maşallah olsun. Geniş. Koridorda. Evimiz 5 otaqdan ibarətdir. Bu birinci yataq otağıdır. Bu bizim ikinci yataq otağıdır. Maşallah olsun. Qapılar da çox bahalı qapıdır. Yəni zakaz qapılardır. Bu bizim